Bugün Vətəndaş Həmrəyliyi Partiyasının ofisində müxalifətdə olan gənclər təşkilatlarının forumu olub. Forumda müxalifətdə olan siyasi partiyalar və müstəqil gənclər təşkilatlarının təmsilçiləri iştirak edib. Forumdakı çıxışların ana xəttini Azərbaycan hökumətinin gənclər siyasətinin demokratik gəncliyin əleyhinə yönəlməsi ölkədəki siyasi məhbuslara azadlıq təşkil edib. Azərbaycan iqtidarının yaratmaz gənclər siyasətinin nəticəsində 9 gənc siyasi məhbusdur. Universitetlərdə demokratiya uğrunda mübariz gənclərə təzyiqlər göstərilir, toplaşmaq və media azadlıqları tapdanır deyə Vətəndaş Həmrəyliyi Partiyasının təmsilçisi Samir Əsədli qeyd edib. Fəallar iqtidarın gənclər siyasətinin iflasa uğradığını, bu siyasət üçün ayrılan milyonlarla vəsaitin səmərə vermədiyini bildirib. Gəncliyin qarşısında çoxsaylı problemlərin həlli durur. Bunlar Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, avtoritar Əliyevlər rejimi, sosial ədalətsizliyin aradan qaldırılması, azad və ədalətli seçkilərin keçirilməsi, Güney Azərbaycandakı 35 milyonluq Azərbaycanlının hüquqları uğrunda mübarizədir. Azərbaycan gəncliyinin fəalları Bəxtiyar Hacıyev, Cabbar Savalanlı, müxalifətçi gənclər həbsdədir. Bu, iqtidar Neft Akademiyasında həlak olan gənclərin qanı qurumamış gül bayramı keçirir. Övladlarının dəbdəbəli toylarında pulu havaya səpir, amma cəbhədə şəhid olan əskərlərin ailəsi ilə maraqlanmır, onların dəfninə, yasına qatılmır deyə AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı qeyd edib. Forum iştirakçıları ölkə gənclərini iqtidarın səmərəsiz gənclər siyasətinə qarşı birləşməyə çağırıb. Azərbaycan gəncliyini ən çox narahat edən demokratik azadlıqların və hüquqi dövlətin olmamasıdır. Gənclər yalan üzərində qurulmuş siyasətə qarşı mübarizə aparmalıdır. Gənclik yalandan imtina edib mübarizə yolunu seçməlidir deyə Müsavat Gənclər Təşkilatının sədr müavini Səxavət Sultanlı bildirib. Forumda 2 aprel mitinqi ilə bağlı həbs edilən gənclərin azadlığa buraxılmasının vacibliyi vurğulanıb. Gənclər hesab edir ki, iqtidarın son zamanlar gəncləri həbs etməsi onun mübarizə istiqamətinin dəyişdiyini göstərir. Bugün artıq 1990-cı illərdə Azərbaycanın müstəqilliyinə nail olmuş insanların demokratiya uğrunda mübarizə aparan övladlarını həbs edirlər. İqtidar artıq kimlərdən qorxduğunu aydın nümayiş etdirir. Azərbaycanda dövlət suverenliyi qazanılıb, amma xalqın suverenliyi də əldə edilməlidir. Konstitusiyanın 1-ci maddəsinə uyğun olaraq xalq hakimiyyətinin mənbəyinə çevrilməlidir, deyə vəkil Xalid Bağırov bildirib. Forum ölkədəki siyasi durum və siyasi məhbuslarla bağlı bəyanat qəbul edib. Sənədlərdə hakimiyyətdən siyasi islahatlar keçirməsi, vətəndaş hüquqlarına hörmət etməsi, siyasi repressiyalara son qoyması, vicdan məhbuslarının, o cümlədən Xural qəzetinin redaktoru Əvəz Zeynallının azadlığa buraxılması, toplaşmaq və media azadlığının təmin edilməsi tələb edilib.